Windows kompüterinizin giriş şifrəsini unutmusunuz və heç cür xatırlaya bilmirsiniz. Kanalımıza xoş gəlmisiniz. Şifrəni unutduğunuz zaman onu sıfırlamağa kömək edəcək bir üsulum var. İlkin olaraq Shift düyməsini basıb saxlayın və kompüteri yenidən başladın. Bunu etməklə kompüteriniz təhlükəsiz rejimdə, yəni safe modda açılacaq. Kompüter yenidən başlayarkən Shift düyməsini basıb saxlamağı unutmayın. Buradan Troubleshooting, yəni problemlərin aradan qaldırılması bölməsini seçin. Advanced Options, qabaqcıl seçimlər. Sonra Command Prompt pəncərəsini açın. İndi isə növbəti əmrlərdən istifadə edəcəyik. İlk əmr utilman.exe faylının ehtiyat nüsxəsini çıxarmaq üçündür. Bu faylın adını utilman.exebug olaraq dəyişdiririk. Videonun sonunda bu nüsxədən istifadə edərək orijinal faylı bərpa edəcəyəm. Faylın adını düzgün yazdığınızdan əmin olun. İkinci əmr utilman.exe faylını cmd.exe faylı ilə əvəz etmək üçün istifadə olunur. cmd.exe faylı giriş ekranı gəldikdə əmr sətri pəncərəsini açmağınıza kömək edəcək. Bu pəncərə vasitəsilə unudulmuş şifrəni sıfırlayıb yeni şifrə yaradacaqsınız. cmd.exe faylını utilman.exe faylının üzərinə yazırıq. Yenə də diqqətli olun. Fayl adını düzgün daxil edin. Hazır olduqdan sonra pəncərəni bağlayın və Windows'u adi qaydada başladın. Giriş ekranında pəncərəni açın. Bu dəfə Accessibility, yəni əlçatanlıq xüsusiyyətləri əvəzinə əmr sətri pəncərəsi açılacaq. Növbəti addımda Windows'dakı hesabları siyahıya alın. Net, Local Group, Administrators. Bu mənim kompüterimdəki hesabların siyahısıdır. Şifrəsini sıfırlamaq istədiyim hesab NetWen hesabıdır. Sizin vəziyyətinizdə ad fərqli ola bilər. Ona görə də öz hesabınızı düzgün seçin. Hesabı müəyyən etdikdən sonra onun şifrəsini sıfırlayın. İstifadəçi adını düzgün daxil etdiyinizdən əmin olun. Bu üsulla heç bir proqram olmadan unudulmuş şifrəni sıfırlayıb yenisini yarada bilərsiniz. İndi hesabınız üçün yeni bir şifrə təyin edin. Yaratdığınız şifrəni təsdiqləməyiniz tələb olunacaq. Artıq unudulmuş şifrənin sıfırlanması tamamlandı. İndi yeni yaratdığım şifrə ilə Windows'a daxil oluram. Giriş uğurludur. İzlədiyiniz üçün təşəkkürlər. Videonu bəyənməyi və 600 min abunəçiyə çatmağım üçün dəstək olmağı unutmayın. Windows'da Accessibility funksiyasını bərpa etməyi də yaddan çıxarmayın. Bərpa etmək üçün yenidən təhlükəsiz rejimə keçin. Əmr sətrini açın və utilman.exe faylını ehtiyat nüsxədən geri qaytarın. Uğurlar!